Bugün çox həssas və bir o qədər də vacib olan bir mövzuya toxunacağıq. Bəzən evliliklərdə elə bir çıxılmaz vəziyyətə gəlirsiniz ki, sanki bir uşaq sahibi olmaq hər şeyi sıfırlayacaq, sizə yeni nəfəs verəcək kimi görünür. Gəlin məsələyə digər tərəfdən baxaq. Düşünün ki, fırtınalı bir dənizdə yırğılanan bir gəmiyə yeni sərnişin alırsınız. Yeni bir sərnişin almaq fırtınanı sakitləşdirmir. Əksinə, təhlükədə olanların sayını bir o qədər artırır. Uşaq evliliyə sevinc gətirə bilər, bəli. Amma iki insan arasındakı qırıqlıqları yapışdırmağa çox təəssüf ki, gücü yetməz. Fikir vermisiniz, evdə gərginlik olanda uşaqlar niyə daha çox ağlayır, yaxud içinə qapanır? Çünki onlar sözləri yox, otaqdakı səssiz gərginlikləri hiss edərlər. Və bu cümləni qətiyyən unutmayın. Bir uşağın çiyinlərinə qoya biləcəyiniz ən böyük yük, onun fərqində olmadan evliliyinizin xilaskarı elan etməkdir.